15 fevral 2026 üçün bürclər nə deyir? Kanala abunə olmağı unutmayın. Qoç bürcü. İnstinktləriniz sizi yanıltmır. Bir şübhənin əsaslı olduğu ortaya çıxır. Bir səfər faydalı və xeyirli olacaq. Zehni qaçış ehtiyacı hiss olunacaq. Gündəlik həyatın sınaqlarından azad olmağa ehtiyacınız var. Əhval ruhiyyəsi. Çox ciddi qalmalı və bir dəfəlik konkret, müəyyən və ən başlıcası praktik bir istiqamət götürməlisiniz. Bir çox sürprizlər və gözlənilməz hadisələr, əgər onları yaxşı hazırlamamısınızsa, planlarınızı bir dəfədən çox poza bilər. Sevgi həyatı. Sevgidə bugün bir atəşkəsdən zövq alırsınız və tərəfdaşınızla bağları gücləndirmək üçün müzakirəni yüksək səviyyəyə gətirməklə yaxşı edəcəksiniz. Çox ixtiraçılıq göstərirsiniz və orijinal fikirləriniz hədəfi vurur, amma diqqətli olun, çox səbirsizlik sizə zərər verə bilər. Pul axışı. Maddi şeylər baxımından doğru zamanda doğru görüşlər edirsiniz. Maliyyə vəziyyətinizin kəskin dəyişdiyinin fərqindəsinizmi? Unutduğunuz kiçik zövqlər var. Sadəcə həyatın sizə təklif etdiklərini qiymətləndirməlisiniz. İş həyatı. Həftə sonunun gəlişi son bir neçə gündə işdə bəzi kiçik sarsıntılar olubsa, təzyiqi biraz azaltmaq imkanı verir. Sadəcə həzz almaq, əylənmək və zövq almaqdan başqa heç nə düşünməyin. Asudə vaxtı. Çoxlu çıxışlar etmək üçün kifayət qədər enerjiniz yoxdur. Narahat olmayın. Əl işləri və intellektual asudə vaxtı birləşdirən kiçik istirahət fasilələri verərək gücünüzü və sakinliyinizi bərpa edin. Dincəlmək üçün həftə sonundan istifadə edin. Buğa bürcü. Narahat edici suallar vermək bacarığınız olacaq. Nəticələri barədə düşünün. Oynaqlarda ağrılar hiss olunur. Son 2 həftədir, özünüzə kifayət qədər qayğı göstərməmisiniz. Əhval ruhiyyəsi. Ambisiyanız sizi çox müsbət yeni yolları kəşf etməyə sövq edir. Səbir sizin ən böyük üstünlüyünüzdür. Üstəlik, ünsiyyətdəki səyləriniz öz bəhrəsini verir. Bugün həqiqətən özünüzlə fəxr etmək fürsətiniz olacaq. Sevgi həyatı. İstər tək, istərsə də cütlükdə olsun, özünüzü yeni təcrübələrə açıq göstərin. Dostluq və ailə münasibətləriniz xüsusilə xoş olacaq. Mehribanlıq, xoş niyyət və həmrəylik arasında gözəl bir tarazlıq olacaq. Hər iki tərəfdən nəzərə alınma var. Evli olanlar. Həyatınızın bir mərhələsini bitirir və tamamilə yeni bir mərhələyə başlayırsınız. Artıq mövcud olan bir münasibətdə qərarlar qəbul etməlisiniz. Bu cür davam etmək sizin üçün qeyri-mümkündür. Cütlüyünüz ya güclənir, ya da ayrılır. Subaylar. Əgər təksinizsə, fəth etmək vaxtıdır. Amma yeni dostlar qazanmaq daha faydalı olardı. Çünki bu anda qurulan münasibətlərin uzunömürlülüyü və ya stabilliyi barədə heç nə demək olmur. Əlaqələr asan, amma səthi olur. Pul axışı. Xərclərin bir hissəsini özünüz bacardıqlarınızı edərək azalda bilərsiniz. Qalanını isə peşəkarlara həvalə edə bilərsiniz. Bir ailə üzvündən və ya dostdan da kömək alacaqsınız. İş həyatı. Maraqlı görüşlər, səyahət və ya yeni təlim zamanı həyatınızı zənginləşdirmək üçün gözəl fürsətlərlə qarşılaşırsınız. Əlaqə sahəsində istedad göstərir və yeni bir tanışlıq dairəsinə inteqrasiya etmək üçün cazibənizdən istifadə etməkdən çəkinmirsiniz. Asudə vaxtı. Velosiped sürmək bir qədər sərt olan köklənmənizə yaxşı bir alternativ ola bilər. Mövqeləriniz sizə güc verir və sizi özünüzün əvvəllər bilinməyən ölçülərinə açır. Əkizlər bürcü. Səthi münasibətləri bir kənara qoymaq sizə yaxşı məsləhət olardı. Səmimiyyətə doğru yönəlin. Xarici dünyadan yorğunluq ən geniş mənada təbiətə ehtiyac hiss olunur. Buna müqavimət göstərməyin. Bununla daha yaxşı olacaqsınız. Əhval ruhiyyəsi. Sevdiklərinizlə, İstər ailə, istərsə də dostlarınızla rahatlamağınız bugün ən böyük üstünlüyünüz olacaq. Həvəsli müzakirələr, nəvaziş və gülüşlər arasında bir dəqiqə belə darıxmayacaq və xoş bir şəkildə enerji yığacaqsınız. Saf xoşbəxtlik. Sevgi həyatı.
şanslarınızı tez dəyərləndirirsiniz. Bu da sizə həqiqi bir başlanğıc üstünlüyü verir. İnvestisiyaların ilk geri dönüşləri aldığınız komplimentlərdir. Bunun xüsusilə şəxsi həyatınızda müsbət təsirləri var. Özünüzə keçilməz maneələr qoymayın. Evli olanlar. Bugün hər şey çox tez baş verə bilər. Sərt həqiqətlərdən qaçaraq sevgi hekayənizi qoruyun. Pis əhvalınıza arxa çevirsəniz, tərəfdaşınızla şirin və dinc saatlar yaşayacaqsınız. Acıları unutmaq və şənliyinizi yenidən kəşf etmək buna dəyər. Subaylar. Ay bir qəliblə forma verir. Onun nümunəsini izləməyin, ən yaxın dostlarınızı qoruyacaqsınız. Bəzən səmimi bir anlaşma qurmaq üçün biraz təvazökarlıq kifayətdir. Bütün vəziyyətlərdə və uzun müddət bu prinsipə riayət etməyi düşünün, bu sizə faydalı olacaq. Pul axışı. Səma sizi danışıqlara dəvət edir və cəsarətli planlarınızı nümayiş etdirmək üçün fürsətləri kəşf etməkdə sizi bacarıqlı edir. Dar vəziyyətlərlə kifayətlənmirsiniz və sevdiklərinizi öz dünyanıza cəlb etməyə meyillisiniz. İş həyatı. Ətrafınızda dünyanın elektrikləşdirici dinamizmi ilə qarşı-qarşıyasınız və biraz geri çəkilməsəniz, bunun öhdəsindən gəlməkdə çətinlik çəkə bilərsiniz. Ay bugün təşviş gətirir. Gündəlik həyatınız bəzən narahat edici sarsıntılarla qarşılaşır. Asudə vaxtı. Ulduzlar münasibətlərinizi yaxşılaşdırır və asudə vaxtı sizə bir nimçə içində təqdim edir. Bir növbəti səviyyəyə keçərkən, əvvəllər barışmaz görünən hər şeyi barışdırmağı bacarırsınız. Bu sevdiyiniz bir həftə sonudur. Aktiv və enerji verici. Xərçəng bürcü. Vacib səfərləriniz olacaq. Dialoqlar konstruktivdir. Açıq havada idman etmək sizə çox faydalı olardı. Həm zehni, həm də fiziki olaraq təmiz havaya ehtiyacınız var. Əhval-ruhiyyəsi. Ümumi rifah üçün təşəbbüsləri çoxaldırsınız. Həmişə bununla maraqlananların fikrini soruşmadan. Bütün bunlar yaxşı niyyətdən qaynaqlanır. Amma müqavimətlə qarşılaşa bilərsiniz ki, bunu da fəlsəfi yanaşma ilə qarşılamalısınız. Sevgi həyatı. Sizi düşündüyünüzdən çox sevirlər. Ayın təsirləri bunu sizə sevdiklərinizin çoxsaylı sevgi işarələri ilə sübut edir. Əgər özünüzü tənha hiss edirdinizsə, artıq bu belə deyil. Evli olanlar. Cazibədarlıq gündəmdir. Cütlük daxilində hər şey daha yaxşı gedir. Son vaxtlar şübhələr və ya gərginliklər varsa, vəziyyət normallaşır. Tərəfdaşınız sizə sevgisini göstərir və siz də eyni şəkildə cavab verirsiniz. Subaylar. Görüşlər çox sayda olmayacaq, amma konstruktiv olacaq. Yəni, mübadilələrinizdən çox şey öyrənəcəksiniz. Sevgi hələ qapınızı döyməmiş olsa belə, özünüzdən əminsiniz. Hər şey daha yaxşıdır. Pul axını. Əla iş strategiyalarınız var. Doğru insanları inandırırsınız, rəhbərliyi öz tərəfinizə çəkirsiniz və ya danışıq tərəfdaşlarınızı cazibədarlığınızla təsirləndirirsiniz. Yenə də daha güclü arqumentlər qurmağı düşünün. İş həyatı. Parlaq fikirlər və fərqlənmək fürsətləri yaranır. İnkişaf yolunda, ambisiyalarınız yolunda bir addım irəli getməyiniz üçün bütün şərtlər yerinə yetirilmiş kimi görünür. Fəxr edə biləcəyiniz bir tərəqqi. Asudə vaxtı. Həqiqətən hazırda su dünyalarının böyük pərəstişçisi deyilsiz. Ayaqlarınızı yerə bastırmaq üçün möhkəm bir şeyə ehtiyacınız var. Çünki konkretə və etibarlı təməllərə güvənməyə ehtiyacınız var. Ümumilikdə övladlarınız sizi əyləndirərək xoşbəxt etməyi bacaracaqlar. Şir bürcü. Özünüzdən keçməyiniz, qeybətçiləri susturmaq üçün möcüzələr yaradacaq. İnstinktinizə qulaq asın. Enerjiniz tamamilə geniş mənada həzlərə yönəlib. Qida həddini aşmaqdan ehtiyat edin. Əhval-ruhiyyəsi. Başqalarını təhrik etmək bacarığınız var. Kimsə sizi peşman etməzdən əvvəl şərabınıza biraz su qatın. Düzgün sözlər, istehza bəzən incidə bilər. Hətta niyyətiniz sadəcə insanları güldürmək olsa belə. Həssaslıqları nəzərə almaq lazımdır. Sevgi həyatı. Sentimental cəbhədə xüsusi və intensiv bir gün. Tərəfdaşınızla əlaqə qurmaq və ürəyinizin həmişə onlar üçün nə ilə döyündüyünü bəyan etmək üçün vaxt itirmirsiniz. Tamamilə xoşbəxtsiniz.
Evli olanlar. Daxili təhlükəsizlik hissiniz qorunur və tərəfdaşınız bunda əhəmiyyətli rol oynayır. Bu gün üçün çox güclü instinktiv hisslər sizi bir-birinizə bağlayır. İstər fiziki, istərsə də mənəvi səviyyədə. Hər halda duanız sadəcə birlikdə olmaqdan fəvqəladə xoşbəxtlik yaşayır. Sübaylar. Bir sehirbaz və ya dil sehirbazı kimi hərəkət edən və cəlb edən güclü, hətta sentimental duyğular yayan o xüsusi auraya sahib ola bilərsiniz. Təbii olaraq cəzb etdiyiniz o xüsusi bir şeyə sahib olduğunuza görə bir yadı cəzb etdiyinizə təəccüblənməyin. Sirrinizi bilmək istərdilər. Pul axışı. Büdcə təşkilatınızda müsbət dəyişikliklər mümkün olur. Bir layihəyə başlamaq, işləri bağlamaq bugün çox üstün tutulur. Birbaşa hərəkətə keçmək lazımdır. İndi vaxtdır, yoxsa asla. Beləliklə irəli atılın. İş həyatı. Xəyal qurursunuz, diqqətiniz yayınıb və işləməyə heç həvəsiniz yox. Həqiqətən vacib bir şeyi unutmadığınızdan əmin olun. Detallara diqqət yetirin. Əlaqə tələb edən bir iş sizə daha uyğun olardı. Asudə vaxtı. Yaxınlarınızdan birinin cavabdehlik hüququnu ləğv edirsiniz. Bu biraz risklidir. Sizinlə danışmaq üçün bir an tapmaq bəzən çətindir. Məyusluğu bəsləməyin, yoxsa sonradan bunun nəticələri ilə üzləşməli olacaqsınız. Qız bürcü. Adi haldan daha rahat və daha dözümlü olacaqsınız. Sevdikləriniz xoşbəxt olacaq. Öz yerinizi harmoniya içində tapacaq və tam qiymətləndirildiyinizi hiss edəcəksiniz. Hər şey yaxşı gedir. Əhval-ruhiyyəsi. Mövcud sakitlik, uzunmüddətli gələcəyiniz haqqında düşünmək üçün idealdır. Münasibətlərinizin keyfiyyətinə diqqət yetirilir. Sazişlər bağlamaq, tam yoldaşlıq şəraitində əməkdaşlıq etmək vacibdir. Sevgi həyatı. Siz isti və ehtişamlı olduğunuz hiss olunur. Tərəfdaşınıza sevinc və ilham gətirmək üçün inadkar bir iradə ilə idarə olunursunuz. Sevgi və təxəyyüllə hopulmuş öz kainatınızı gücləndirirsiniz. Çünki həyat gözəldir. Evli olanlar. Ürəyini vermək hər şeyi verməkdir. Qandinin sözləridir. Bunu özünüzə məxsus edirsiniz. Xüsusilə də cütlüyünüz daxilində özünüzü canla başla digər yarınıza verirsiniz. Duonuz bir çox şeyi sevinclə edir və varlığına onu hərəkətə getirən sevgiyə məna qatır. Sübaylar. Bu günü içinizdə daşıdığınız musiqini bir an belə ifadə etmədən yaşamaq istəməyəcəksiniz. Ürəyinizi dinləməyiniz yaxşıdır, çünki buna çox həssasıq. Xüsusilə də dərinlikdə səmimi və sevgi dolu bir payet olduğunuzda. Bu, çox uğurlu yeni bir münasibətin imkanını yaradacaq. Pul axışı. Pul alırsınız, ya əşya formasında, ya da dividendlər şəklində. Bu pulu investisiya etmək və ya özünüzü şımartmağı üstün tutmaq sizinə baxır. Əgər biraz əylənməyi seçsəniz, peşman olmayacaqsınız. İş həyatı. Bundan keçməli olduğunuzu bilirdiniz. Yenə də anı mümkün qədər təxirə saldınız. Bu mərhələdə öküzü buynuzlarından tutur və döyüşə atılırsınız. Gələn həftə sonu tənbəlliklə keçəcək. Asudə vaxtı. Ailənizlə xüsusi münasibətləriniz olacaq. Onlar sizə dəniz mövzulu istirahət mərkəzinə plansız bir çıxış etmək üçün ilham verəcəklər. Sevdikləriniz bu səfər zamanı sülh mühiti yaradacaq. Amma siz bəzən özünüzü rol oynamağa məcbur edəcəksiniz. Tərəzi bürcü. Gündəlik həyatınızdan bir qədər geri çəkilib, gələcək planlarınızı qurursunuz. Zehin və bədən, fəaliyyət və istirahət, dinslik və hərəkət arasında bədəninizin diktə etdiyi ədalət çərçivəsində tarazlıq yaratmağa ehtiyacınız var. Əhval-ruhiyyəsi. Anın aspektləri sizə işləri müsbət istiqamətdə dəyişdirmək üçün bütün imkanları verir. Davam etdirdiyiniz münasibətlər və yaratdığınız bağlar sizin üçün gözəl sürprizlər saxlayır. Ailədə və ya sevgidə harmoniya gündəmdədir. Sevgi həyatı. Bəzi səylər digərlərindən çox çətindir və bugün ay sizi sürətli hərəkət etməyə təşviq edir.
Onun cəhənnəm dövrəsinə girməkdən imtina edərək, özünüzə müəyyən azadlıqlar vermək üçün yaxşı mövqeydəsiniz. Nə edəcəyinizi bilin və sizi həqiqətən həvəsləndirən şeyə sadiq olun. Cavablar şübhəsiz öz-özünə gələcək. Evli olanlar. Birlikdə qaçmazdan əvvəl yeriməyi öyrənin. Bir münasibət uzun müddətə qurulur. Əgər improvizasiyaya təslim olsanız, dərhal məntiqli bir ardıcıllıq görməyə bilərsiniz. Amma həqiqətən buna ehtiyacınız varmı? Bugün ayın hər şeyi təşkil etmək istəmək kimi bezdirici bir vərdişi var. Yumora və fantaziyaya yer açın. Bu, ən yaxşı müdafiədir. Sübaylar. Tək olmağı pis yoldaşlıqdan üstün tutursunuz. Amma ay birləşdiricidir və sizi qrup ruhuna doğru sürükləyir. Köhnə dostlarınızla yenidən əlaqə qura və ya yeni tanışlıqlar edə bilərsiniz. Amma seçim etməkdə çətinlik çəkir və bir neçə dəfə cəhd edirsiniz. Uğur qazanacaqsınız. Pul axışı. Əgər qazanc əldə etməyi gözləyirsinizsə, sərtlik sizə çox kömək etməyəcək. Hazırda ən yaxşı satış nöqtəsi orijinallıq və incəlikdir. Bu atmosferə yaxşı uyğunlaşanların köməyini çəkin. İş həyatı. Hədəflərinizə çatdınız, yoxsa uğursuzluq hissi keçirirsiniz? Hər halda indi yenilənmiş enerji ilə mübarizə aparacağınız yeni məqsədlər müəyyən etmə imkanınız var və mükafatlandırıcı nəticələr ümid edə bilərsiniz. Asudə vaxtı. Sizdən güc, dözümlülük və fəravanlıq yayılır. Dırmanılacaq yamaclardan heç vaxt qorxmursunuz, çünki onlar sizin üçün varlığın aradan qaldırılması üçün təqdim etdiyi çətinliyin metaforudur. Özünüzü reallaşdırmağa lütf və istedada sahibsiniz. Əqrəb bürcü. Sizinlə uyğunlaşan insanları və sizi tamamlayan fəaliyyətləri seçməlisiniz. Yalnız sizin üçün həqiqətən faydalı olana fokuslanmalısınız. Dəyişikliklərə müqavimət göstərməyin. Sizin vəziyyətinizdə onlar inkişaf faktorlarıdır. Əhval-ruhiyyə. Ünsiyyət baxımından biraz gərginlik gözlənilir. Amma bu təsir vəziyyəti aydınlaşdırmaq məziyyətinə sahibdir. Əməkdaşlıq edir və ya planlarınızı cəmiyyətə təklif edirsiniz. O da sizi təsdiqləyir və izləyir. Sevgi həyatı. Ay humanitar məqsədlərlə maraqlanır. Dərin hisslər onu hərəkətə gətirir və bir qədər idealist bir baxışa imkan verir. Səmimi dostluq və ailə hissiniz güclüdür. Sevdikləriniz onlar üçün etdiyiniz hər şeyi qiymətləndirir. Hətta bəzən şübhələnsəniz belə. Evli olanlar. Şəxsi məkanınıza oksigen kimi ehtiyacınız var. Ay sizə bir azadlıq küləyi gətirir və vaxtınızı istədiyiniz kimi istifadə etməyə imkan verir. Təəssüf ki, tərəfdaşınız o qədər də əlçatan deyil. Subaylar. Yaxınlarınızdan birinin biraz orijinal yanaşmasını bəyənə bilərsiniz. Nəticədə onu dəstəkləyir və biraz da olsa işin içinə girirsiniz. Bu yaxşıdır, amma əsas şeylərə fokuslanın. Bugün çox müxtəlifləşmək üçün uyğun gün deyil. Pul axını. Adi haldan daha əhəmiyyətli biraz israfçılıq edə bilərsiniz. Peşəkar və maddi gələcəyiniz doğru yoldadır. Və ayın sonuna kimi, əgər hələ etməmisinizsə, mütləq yerinizdə oturacaqsınız. İş həyatı. Layihələrinizə mane olan detallara təkrar-təkrar qayıdırsınız. Bugün planetar təsirlər sizə perspektiv qazanmağa imkan verir. Əlçatmaz görünən cavabları əldə edəcək, eyni zamanda həlli yollarını tapacaqsınız. Asudə vaxtı. Sağlamlıq salonu sizi açıq qollarla qarşılayır və ya köklərinizə həqiqi bir qayıdış. Hər halda seçim etməkdə çətinlik çəkdiyiniz üçün üçüncü bir varianta üstünlük verirsiniz. Doğru da, bir hovuzdan digərinə atlamaqdan zövq alırsınız. Ox atan bürcü. Tamamilə daxili dünyanıza fokuslanaraq, layihələrinizdə irəliləmək üçün yaxşı ilham alacaqsınız, yüksələn istiqamətdə. Özünüzü həddən artıq yorursuz və yorğunluq sizi aldada bilər. Tənhalıqda və sakitlikdə enerji toplamaq üçün vaxt ayırın. Əhval-ruhiyyəsi. Əlaqə sahəsində anın təsirləri sizi güzəştlər etməyə və istədiyiniz hər şeyi əldə etmək üçün anlayışlı olmağa dəvət edir.
Əgər günün sonu bir çıxışla bitsə, rəğbət qazanmaqda uğursuz olmayacaqsınız. Sevgi həyatı. Əgər sevgidə bir fasilə vermək istəyirsinizsə, ulduzlar sizə bunu etməyə icazə verir. Tək şərtlər ki, bu çox uzun bir ara olmasın. Dərin arzularınız üzərində düşünmək üçün buna ehtiyacınız var. Evli olanlar. Üfüqdə layihələr, cütlük vəziyyətinin stabilləşməsi, özünüzü arxayın hiss etməlisiniz. Tərəfdaşınız sizə niyyətlərini kifayət qədər göstərməsə belə, sizincə bir inkişaf görürsüz. Bu da gələcək üçün sizi rahatlaşdırır. Sübaylar, gələcək üçün planlar qurmadığınız an daha az stres keçirirsiniz. Görünür, gələcək planlar qurmaq sizi geri saxlayır. Axına qoşularaq indiki anda yaşamağa qərar verirsiniz. Pul axışı. Ətrafınızın mənfəət baxımından düşünməyi dayandırmasını istərdiniz, amma dünyanı hərəkətə gətirən budur və siz buna heç nə edə bilməyəcəksiniz. Ancaq ətrafınızı biraz daha məntiqli olmağa, inandırmağa cəhd edə bilərsiniz. İş həyatı. Yalnız rahatlamağı və günəşdən, mümkünsə, həzz almağı, dostlarınızı görməyi, onlarla bir içki içməyi düşünürsünüz. Yoldaşlarınıza zəng edib, kiçik bir plansız əyləncə təşkil edirsiniz. Yaxşı atmosfer hökm sürür. Həftə sonu bunun üçündür. Asudə vaxtı. Həyatınızdakı boşluqları doldurarkən öz məhdudiyyətlərinizi aşırsınız. Təsəvvürünüz sizi adi sərhədlərinizdən kənara itələyən Jack London kimi macəra hekayələri yaradır. Azadlığınız tamamilə yeni bir görünüş alır. Oğlaq bürcü. Dünyanı yenidən qurmaq üçün bugün nə edəcəyinizi bilərdiniz. Mübahisələrdən qaçın. Böyük fiziki və intellektual formada keçən bir gün. Heç nə sizi dayandırmır. Öz qabığınızdan və vərdişlərinizdən çıxırsınız. Əhval-ruhiyyəsi. Bugün özünüzü ora-bura aparmağa, rahatlamağa, əylənməyə, çölə çıxmağa və dəvətlər göndərməyə haqqınızı tanıyın. Həqiqətən də an özünüzlə maraqlanmaq və gözəl vaxtlar paylaşmaq üçün idealdır. Sevgi həyatı. Bugün enerjilər sizi heç bir qorxu olmadan gələcəyə doğru itələyir. Eyni zamanda daxili çətinliyi axtarır. Siz yaradıcısınız, ilhamlanmışsınız, cazibəniz cəlb edir, ətrafınızdakıları maraqlandırır. Dahi sayılan təşəbbüsləriniz yolunuzdakı insanların və vərdişlərin altını üstünə çevirir. Evli olanlar. Ən qəribə arzularınız üçün əlverişli bir gün cütliyinizi duyğusal atəşfəşanlığa oyadır. İstədiyiniz sentimental yaramazlıq, xüsusilə nəvazişli bir axşam təsəvvür edirsiniz. Tərafətiniz çəhrayı buludda, siz də elə. Subaylar. Bugün duyğularınız davranışınızı rəhbərlik edir. Bəzən burğunlu, bəzən sakit. Duyğusal axtarışınız həyəcan verici olur. Xarici stimullara intensivlik və zərafətlə reaksiya verirsiniz. Oyunaqsınız, fərlisiniz və hər kirpik çırpmanızla təəccübləndirirsiniz. Qəti fəth. Pul axını. Kiçik bir alış-veriş səfərinə tüyətmək üçün mükəmməl gündür. Gündəlik həyatınızı şənləndirəcək və qonaqlarınızı təəccübləndirəcək bəzi qəribə alışlar edə bilərsiniz. Cüzdanınız yaxşı vəziyyətdə və özünüz də formadasınız. İş həyatı. Bu işi ilk dəfə etsəniz belə vəziyyəti mükəmməl şəkildə idarə edirsiniz. Uyğunlaşma qabiliyyətiniz vacibdir. Bugün hər şeyi tez qavrayır və hərəkətləriniz dərhal texniki olur. Əla. Asudə vaxtı. Həftə sonunun tempi daha yavaşdır və siz enerji toplamaq üçün fürsətdən istifadə edirsiniz. Üstəlik, ailə dairəniz bugün sizin prioritetiniz kimi görünür. Ona görə də sevdiklərinizlə aktivliklər orqanizasiya etmək və ya böyük bir süfrə ətrafında toplanmaq üçün yaxşı bir gündür. Dolça bürcü. Adi haldan daha az emosional olacaqsınız. Bu sizi müəyyən vəziyyətləri həll etməkdə diqqətə layiq dərəcədə effektiv edir. Bundan faydalanın. Yuxunuzun keyfiyyətini izləmək və gərginliyi azaltmaq üçün bəzi rahatlaşdırıcı fəaliyyətlərlə məşğul olmaq yaxşı olardı. Əhval-ruhiyyə. Bugün öz üsulunuzla hərəkət etməkdə daha sərbəst olacaqsınız. Bu da sizi daha effektiv edəcək və əhvalınıza təkan verəcək. Hər şey mümkün olduğunu hiss edirsiniz. Bu da ətrafınızdakilarla diplomatiya kartını oynamaq üçün daha çox səbəbdir. Sevgi həyatı.
Bu gün sizə sevinç gətirir. Hər şey yaxşıdır. Heç bir real səbəb olmadan yaxşı enerjilər, yaxşı vibrasiyalar hiss edirsiniz. Sentimental olaraq biri ilə yoldaşlığı yenidən qazanırsınız. Özünüzü rahat hiss edirsiniz. Bəs bunu qeyd etsəniz? Evli olanlar. Aranızda fantaziya və harmoniya bugün yaxşı əhval-ruhiyyənizin iki əsas səbəbidir. Tərəfdaşınız çox məmnundur. Çox əlverişli bir dövrdəsiniz. Saf məmnuniyyət anları yaşayırsınız. Bu sonrakılar üçün həvəsləndiricidir. Subaylar, dostlarınız sizi çölə çıxmağa dəvət edir. Bir neçə dəqiqə tərəddüd edir, sonra razılaşırsınız. Peşman olmayacaqsınız. Görüşlər təkcə məhsuldar deyil, həm də yaxşı vaxt keçirirsiniz. Mübadilələriniz sizə məmnuniyyət və ümid gətirir. Pul axışı. Maddi mükafatlar indi yağır. Nəhayət uzun müddətdə həvəsiniz olduğunuz maliyyə layihələrinə başlamaq üçün kapitala sahibsiniz və əksər maraqlı tərəfdaşlarla mübadilələr asanlıqla baş verir. Sadəcə cəhd etmək qalır. İş həyatı. Aktiv və dinamik bir gündür. Çoxlu iş məsələləri ilə özünüzü çox yaymadan məşğul olursunuz. Daha çox iş və ya daha yaxşı metodlarla gəlirliliyinizi artırır, karyera yüksəlişinizdə bir dalğaya minirsiniz. Asudə vaxtı. Həftə sonunuzda çox səy göstərmək istəmirsiniz. Beləliklə bir alış-veriş seansı, sağlamlıq masajı, mədəni bir çıxış və dostlarla xoş görüşlərdən ibarət bir proqram hazırlayırsınız. Balıqlar bürcü. Bir məlumat tam vaxtında gələrək sizi bugün praktik bir narahatlıqdan azad edəcək. Enerji resurslarınıza müraciət etməli olacaqsınız. Amma bunun yaxşı bir səbəbə görə olması sizə məmnunluq verəcək. Əhval-ruhiyyəsi. Bugün yaxşı əhvalınız gündəlik həyatınızda sizə xoş anlar yaşadacaq. Hər şey daha yüngül görünəcək. Xoşbəxt olmaq üçün bundan artıq nə istəyə bilərsiniz? Sizə qalan bunun 100% həzzini çıxarmaqdır. Sevgi həyatı. Sevimli azadlıq. Günün atmosferi duyğusal dayaqlar olmadan özünə güvənmək qabiliyyətinizi artırır. Sevgi vacib olur, amma həyati deyil. Məhsuldar reaksiyalar, çox enerjili axınlar, ildırım sürəti ilə hərəkət edirsiniz. Evli olanlar. Günün təsirləri tərəfindən digər yarınızla sizi birləşdirən sevgi vasitəsilə həm də özünüzdən daha böyük bir aidiyyət hissi ilə əlaqə qurmağa dəvət olunursunuz. Qardaşlıq evlilik hissləri ilə qarışır. Onun ən yaxşı dostu olun. Subaylar. Günün duyğusal enerjiləri yaradıcı potensialınızda artım çəbər verir. Buna görə də adi olmayanı, təəccübləndirəni, hətta sarsıdanı etməyə cəsarət edin. Görüş şanslarınız cəsarətlə fərqlənsəniz, real olacaq. Pul axını. Daha çox pul qazanmaq üçün iş dəyişmək istəyə bilərsiniz. Buna çatmamış, fikirlərinizi kağız üzərinə köçürməlisiniz ki, sonradan onları reallığa çevirməyə cəhd edəsiniz. Ulduzlar sizə inkişaf edən bir maliyyə vəziyyəti vəd edir. İş həyatı. Rəhbərləriniz həftə sonu sizə müraciət edə bilər. Ofisə gəlmək üçün çağırıla bilərsiniz. İki seçiminiz var. Ya onların zənglərinə cavab vermirsiniz, ya da vicdanınız sizi bunu etməyə məcbur edəcək. Asudə vaxtı. Adrenalinə susayırsınız və unikal maraqlar axtarışına atılacaqsınız. Bu da sizi dırmanma zallarına və ya ağaclara dırmanma yerlərinə yaxınlaşdıracaq. Ətrafınızı rahatlaşdırarkən qeyri-adi fəaliyyətlərə girişmək üçün sənət və üsula sahibsiniz.